Aleyküm. Belə gördünüz, belə bir məhsuldur. Qoza oxşasa da qoz deyil, top çaydır. Alballı top çay. Göstərəcəm bu necə istifadə edirlər. Gördüyünüz kimi Çində ən çox istifadə olunan çaylar sırasındadır. Bunu beləsinə əlavə edirik bura. Bu da üstündən suyu süzürük. İndi birazdan açılacaq. Göstərəcəm sizə necə qəşəng belə əla bir çaydır. Üstünə qaynamış suyu əlavə edirik. Görürsünüz orada yavaş-yavaş başlayır çayımız açılmağa. Belə bir formadadır. Dadı da əladır, superdir. Xüsusən bu çayın özü, belə deyim ki, çay bəyənənlər var. Daimi bu çaydan alırlar, istifadə edirlər. Gördüyünüz kimi belə bir formada olur və belə açılır. Hələ bu neçə dəqiqədən sonra daha yaxşı formada olacaq. Çayın qoxusu da, dadı da superdir, əla belə bir. Baxın, dadına da. Elə təzə dəmlənir, birazdan rəngi lap açıq olacaq. Bismillah. Superdir, bu hal-hazırda istifadə edə bilmirsə bir şinəlisidir.